Herkese salam. Bugün nicat tortumu hazırlayıram, bişirirəm və hazırlamışkən də çəkmək, paylaşmaq istəyirəm. Həm mənim üçün bir xatirə olaraq qalar, həm də ki kimlərəsə fikir olar. Deməli, seçdiyim model budur. Belə çiyələkli, nə qədər buradan görsənirsə artıq. Bu modeli seçmək həm son bir neçə ilin ən çox dəbdə olan tortlarından biridir, həm də ki mənim üçün düşünürəm ki hazırlaya biləcəyim ən asan bir tortdur. Çünki daha qəşəng sizə tort modelləri var idi. 2 mərtəbəli, daha qəşəng, bəzəkli və yaxud da ki, sadə üzəri mirvarilərlə, güllərlə bəzədilmiş, amma həm çox istidir, həm də ki 2 mərtəbəni yığacağımdan çox da əmin deyiləm, aşa bilərdi. Ən gözəli budur məncə. Biz buradan davam. Baxaq, yekun nəticə nə olacaq? İnşallah yaxşı olar. Çünki elə bir andır ki, son bir neçə saat qalıb, son saatlar qalıb, bir neçə deməyim. Çünki axşamdan yığacağam, üzərinin çiyələklərini, amma sabah düzəcəm. Çiyələk sulanmasın, eləməsin deyə, hər ehtimala. Olmasa tortsuz nicaha yola verəcəyik. Çünki artıq o saatdan sonra heç kəs tort sifarişi də qəbul eləməz. Standart biskvit xəmir edirəm. Hər kəsin bildiyi yumurta, şəkər tozu, un, vanil, qabartma. Bundan. Yumurta və şəkər tozunu qaba əlavə edirəm. Tam ağarıb, köpürənə qədər qarışdırıram. Daha sonra isə üzərinə un, vanil və qabartma da əlavə edirəm. Mən sobanın özlü istində bişirirəm. Diametri 32 sm-dır və ona görə də 8 yumurta istifadə edirəm. Vanil və qabartmanın da hər birisini 2 qatını istifadə edirəm. Hərəsindən 2-2. Un biraz çox idi. Çırpma teli ilə tam qarışdıra bilmədim. Mikser ilə qarışdım. Ona görə biraz köpük yatdım. 180 dərəcə sobanı qızdırdım. Tavanı da biraz isitdim. Soba listinə daha doğrusu içərisini yaxşıca yağlayıb, unlayıb, xəmir içərisinə əlavə edib sobaya göndərdim. Bişmə dəqiqəsini tutmadım. Üzəri altı tam qızardı və içərisinə də diş çöpü ilə yoxladım. Heç bir lintliyi yox idi. Tam bişmişdi. Qaymağın miqdarını, yəni ölçü ilə etmədim, göz qərarı etdim. İstifadə etdiyim qaymaq da budur. Üzərinə isə qatlaşdırılmış süd əlavə elədim. Mən ümumiyyətlə tortu çox kremli etməyi düşünmürdüm, yay aylarında olduğu üçün. Və istifadə etdiyim qaymaq əslində tam ölçüsü oldu, amma dediyim kimi heç bir ölçü ilə etmədim, ancaq göz qərarı. Daha sonra isə bişmiş və tam soymuş biskvitləri ortadan 2 hissəyə böldüm. Qatlaşdırılmış südün üzərinə adi su əlavə elədim və biskvitləri belə islatmaq üçün istifadə etdim. Hardasa bir dənəsinə 1 kəsə yaxın qatlaşdırılmış süddən o qarışımlı su getmişdi. Yəni yarısı ara qatına, yarısı isə üst qatına. Üzərinə 3 xörək qaşığı qədər qaymaq qoydum və onu yaydıqdan sonra belə kənarına haşiyələr çəkirəm. İçərisinə qoz ləpəsi almağı tamamilə unutmuşam. Hətta burada videonu çəkə-çəkə, yəni ara qatını yığa-yığa onun fərqinə vardım və sadəcə şokoladla idarə elədim. Bir də karamel də əslində videosunu çəkəcəkdim. Biraz daha sonra baxdım ki, tavanın içərisində cızıqlar var. Məlum, hər şey video çəkirsənsə təzə qablarda olmalıdır. Çünki məhz ona söz deyən insanlar var. Bu necə tavadır, bu nədir istifadə edirsə. Mən də heç o videosunu paylaşmadım. İnşallah başqa bir vaxtda məhz karamelin videosunu da çəkərəm. Daha sonra isə eyni qaydada bütün biskvitin xəmirlərini yığıram. Hamısını çəkmişəm videoda, hamısı var. Yəni heç qısaltmıram videonu, heç kəsmirəm heç nəyi. Belə bütün 4 qatını da yığdığımın hər birisini göstərəcəm. Səbriniz varsa izləyərsiniz. Bu arada tortla bağlı çox gözəl geri dönüşlər aldım. Orada çox bəyəndiklərini dedilər. Həqiqətən çox yumşaq və qəşəng alınmışdı. Tək təəssüfləndiyim hissəsi arasında qoz ləpəsinin olmaması idi ki, mən də çox sevirəm. Bunu hətta siz arasına çiyələklə də edə bilərsiniz. Hər hansısa 1 və yaxud da ki 2 qatına doğranmış çiyələklər də əlavə edə bilərsiniz. Və bir də ikinci qatın alt hissəsini ən üstə saxlayıram ki, üst hissəsi düz olsun. Və son artıq qatını da yığıram. Qaymağı da tam ölçüsündə etmişdim. Yəni artıq qalmadı heç nədən. Nə bu kənarlar üçün istifadə etdiyimdə, nə də ki ara qatlar üçün.
Son qalan damla şokoladlarını da üzərinə əlavə edib ən üst hissəsinə yerləşdirirəm. Qaymaqdan hardasa 2-3 qaşıq qədəri qalmışdı. Onu da üzərinə əlavə elədim və üzərini streçlə tam büküb bir gecə səhərə qədər gözlətdim. Əslində mən soyucuya yerləşdirə bilmədim tortu, amma siz əgər belə bir şey etsəniz, soyucuda saxlamanız daha yaxşı olar. Bir də axşamdan qanaj etmişdim. Qanajın videosunu da çəkməyi unutmuşdum. Çox yorğun idim. Qaymağı tam isti vəziyyətə gətirib qaynamadan ancaq çox qaynar olmalıdır. Üzərinə ağ damla şokolad əlavə etmişdim. Daha sonra qarışdırıb, şokolad tam əriyəndən sonra soyudub, xaladelnikə qoymuşdum, soyuducuya. Sabaha qədər qalmışdı. Səhər isə durub mikserlə qarışdırıb bu hala gətirmişdim. Və burada pendir bıçağı ilə tort sıvıram. Çox mükəmməl. Gördüyünüz kimi, ümumiyyətlə mən tam səliqəli sıvama bilmirəm, bacarmıram və kənarlarını artıq sildim, qaba bulaşan hissələrini və belə bir bəzək vurmağa çalışıram bu hissəsinə. Yəni bacarmıram. Qəşəng bəzək vurmağı da bacarmıram. Üzəri üçün isə bildiyim budur. Bunu elədim ancaq. Daha sonra isə artıq çiyələklərini edəcəm. Ümumiyyətlə bu qanaj çox qəşəng idi. Yəni ərimədi, axmadı, istədiyim formada qaldı. Yəni birbaşa sadəcə qaymağın özünü etsəniz qatlaşdırılmış südlə, məncə o forma alınmayacaqdı. Çox yumşaq olub əriyə bilərdi. Çiyələkləri də bu formada təmizləyirəm, aşağı hissəsini kəsirəm. Mən əslində biraz çiyələk çox almışam. Elə bilirdim ki, çox gedəcək. Və bir də çiyələyi mütləq şəkildə sodalı suda saxlayıb bir 5 dəqiqə daha sonra yuyuram. Bir ara çıxan bəzi məlum videolardan sonra artıq çiyələyi adicə yuyub yeyə bilmirəm, özündən asılı deyil. Daha sonra isə bir dəsmalın üzərinə yığıram. Belə qəşəng tam suyu qurusun, tort heç bir su salmasın. Birinci çiyələkləri qarışıq formada yığırdım, irili xırdalı. Daha sonra gördüm ki, çox iridir və onları götürdüm. Nisbətən kiçik ölçülərdən yığmağa çalışdım və artıq belə üzərini də bəzəyirəm. Düzəltdiyim bantikləri də yapışdırıram. Son olaraq möhtəşəm toxunuşları edirik. Selin Beyin son dokunuşları. Və artıq tort hazırdır. Nikah anında, daha doğrusu axşamı restoranda, yəni çox video çəkilməyib, yaxşı bir videolar yoxdur. Olanı yerləşdirəcəm, yəni onunla idarə edərik artıq. Amma belə dediyim kimi çox bəyənildi. Mənim özüm də, yəni wow bir görüntü olmasa da ancaq ürəyimcə oldu. Yəni mən abartı bir şey istəmirdim. Tebrik ederim Mehmet Bey. Kardeş gözünüz aydın olsun. Gözün aydın olsun kardeş. Hoşbeş olun. Sen gelmeliydin. Ve bir gürültü alkışları gelsin bizim beyimizin kardeşi. Öpürüm. Allah sizlere var olsun kardeş. Teşekkür ederim. Hoşbeş olun. Validelerin gözü aydın olsun inşallah. Ne ve netice toy görəsiniz. Valideynlərə aiddir inşallah. Neden beyimiz geldiniz de. Hoşbeş olun. Nikah gününüz mübarek olsun. Alkışlar gelsin. Bizim